Hər vaxtınız xeyir. Bilirsiniz, hər gün süfrəmizə gələn yeməyin arxasında böyük bir hekayə var. Bu hekayənin isə demək olar ki, həm isə pərdə arxasında qalan bir qəhrəmanı var. Gəlin bugün həmin o qəhrəmanla, yəni traktorla daha yaxından tanış olaq. İlk baxışdan çox da mürəkkəb görünməyən bir maşındır, elə deyilmi? Amma onu əsl inqilaba çevirən nədir? Baxın, əsl möcüzə, bütün dünyanı duyuran o mühəndislik dühası onun içində gizlənir. Gəlin, o sirri birlikdə açaq. Deməli, müasir kənd təsərrüfatının qarşısında nəhəng bir problem durur. Yəni, milyonlarla hektar ərazini necə effektiv şəkildə becərmək olar? Bax, bu sualın cavabı bizim bugün danışdığımız o möhkəm iş atında, yəni traktordadır. Traktorun əsas vəzifəsi əslində çox sadə bir fizikadır. Mühərrikdəki gücü götürüb, onu torpağı şumlamaq, ağır qoşquları dartmaq üçün kütləvi bir dartı qüvvəsinə çevirmək. Bax, geniş miqyaslı əkinçiliyi mümkün edən şey də məhz bu çevrilmənin özüdür. Yaxşı, bəs bu güc necə yaranır və ən əsası necə idarə olunur? Gəlin işin texniki tərəfinə keçək və traktorun, belə desək, anatomiyasını incələyək. Bu gördüyümüz sxem bizim yol xəritəmiz olacaq. İstənilən traktorun, istər böyük olsun, istər kiçik, təməlində dayanan 4 əsas sistemi var. Gəlin onları bir-bir kəşf edək. Hər şey təbii ki, mühərrikdən başlayır. Bu, maşının ürəyidir. Amma bir fərqlə, adi avtomobil mühərriki sürət üçün nəzərdə tutulub, traktor mühərriki isə dözümlülük və güc üçündür. Onun işi dayanmadan, saatlarla ağır yük altında çalışmaqdır. Sonra gəlir transmissiya. Buna əməliyyatın beyni də deyə bilərik, çünki mühərrikdən gələn o xam, vəhşi gücü idarə olunan hərəkətə çevirən məhz bu sistemdir. Bunun üzərində biraz sonra daha detallı dayanacağı çox maraqlıdır. Sonra isə hərəkət hissəsi var, yəni əzələlər və sümüklər. Bunlar təkərlər və ya tırtıllardır. Baxın, onların işi o böyük gücü yerə, yəni torpağa ötürməkdir. Elə etməlidirlər ki, traktor yerində fırlanmasın, palçığa batmasın. Və bir də köməkçi avadanlıqlar var. Unutmayaq ki, traktor təkcə dartı qüvvəsi deyil, o həm də hərəkət edən bir elektrik stansiyası kimidir. Katandan tutmuş toxum səpənə, su nasosuna qədər onlarla fərqli aləti işlədə bilir. Yaxşı, bu 4 sistem bir araya gələndə nə baş verir? Gəlin indi ən maraqlı yerə keçək. Gücün mühərrikdən çıxıb torpağa çatana qədər keçdiyi o heyrətamiz səyahəti addım-addım izləyək. Deməli, bu səyahətdə 3 əsas dayanacaq var. Mufta, ötürmələr qutusu və diferensial. Bu zəncirin hər bir halqası inanılmaz dərəcədə vacibdir. Gəlin görək, hər biri nə işə yarayar. Birincisi, mufta. Bunu bir növ işıq açarı kimi düşünün. O, mühərriklə təkərlər arasındakı əlaqəni ya yaradır, ya da kəsir. Məhz muftanın sayəsində biz mühərriki söndürmədən traktoru dayandıra və ya sürət qutusunu dəyişə bilirik. İkincisi, ötürmələr qutusu. Ən yaxşı bənzətmə velosipeddir. Düşünün, yoxuşa qalxanda nə edirsiniz? Daha yavaş, amma daha güclü fırlanan dişliyə keçirsiniz, düzdür? Ötürmələr qutusu da eyni işi görür. Sürəti gücə dəyişir. Ağır bir kotanı çəkmək üçün aşağı sürət, amma böyük güc lazımdır. Və nihayət, diferensial. Bu, əsl mühəndislik möcüzəsidir. Yaxşı, traktor büz gedəndə hər şey aydındır. Bəs döngədən olur? Döngənin iç tərəfindəki təkərlə çöl tərəfindəki təkər eyni məsafəni getmir axı. Bax, bu problemi həll etmək üçün səhnəyə çox ağıllı bir qurğu çıxır, diferensial. Bunu belə təsəvvür edin. Bir qrup əskər marş edərək döngəni dönür. Kənarda olan əskər içəridəkindən daha sürətli və daha böyük addımlar atmalıdır ki, sıra pozulmasın. Diferensial da təkərlər üçün eyni şey edir. Kənardakı təkərin daha sürətli fırlanmasına icazə verir. Nəticədə traktor səlis və asanlıqla dönə bilir. Artıq traktorun içindəki mexanizmin necə işlədiyini bildik, amma bütün traktorlar eyni deyil, eləmi? Gəlin görək, fərqli işlər üçün bu təməl dizayn necə dəyişir və uyğunlaşdırılır. Ən bariz fərq əlbəttə ki, hərəkət hissəsindədir. Ya təkərli traktorlar var, ya da tırtıllı. Fərq göz qabağındadır. Bəs niyə ikisinə də ehtiyac var? Hansının üstünlüyü nədədir? Baxın, burada hər şey işin xarakterindən və torpağın vəziyyətindən asılıdır. Məsələn, bərk səthlərdə, ümumi işlərdə təkərli traktorlar daha sürətli və manevrlidir. Amma iş yumşaq, palçıqlı torpaqda ağır şumlamaya gələndə, bax o zaman tırtıllılar əvəzsizdir. Onlar həm daha yaxşı dartı qüvvəsi verir, həm də ağırlığı daha geniş sahəyə yaydığı üçün torpağı daha az sıxır. Əlbəttə, təsnifat təkcə təkərli və ya tırtıllı olmaqla bitmir. Cərgə arası işlər üçün universal traktorlar var, ümumi məqsədli traktorlar var. Hətta, məsələn, üzüm bağları və ya meyvə bağları üçün xüsusi olaraq dizayn edilmiş, daha dar və daha alçaq xüsusi traktorlar da var.
Yəni demək olar ki, hər bir kənd təsərrüfatı işi üçün bir traktor növü düşünülüb. Yaxşı, bütün bu texniki detallar, mühərriklər, dişli çarxlar sonda bizi hara gətirir? Gəlin bir addım geri çəkilib böyük mənzərəyə baxaq. Bütün bu mühəndislik birləşərək əslində bir kənd təsərrüfatı inqilabı yaradıb. Nəticə çox aydındır. Əgər traktor olmasaydı, daha doğrusu traktorun mühərrik gücünü bu qədər səmərəli şəkildə dartı qüvvəsinə çevirmək bacarığı olmasaydı, milyardlarla insanı qidalandırmaq sadəcə mümkün olmazdı. Mühərrikdən torpağa uzanan bu mürəkkəb mühəndislik zənciri sözün əsli mənasında bizim sivilizasiyamızı ayaqda saxlayır. Bəli, bu maşın dünyanı bir dəfə kökündən dəyişdi. Bəs gələcək, onun növbəti təkamülü necə olacaq? Bəlkə tarlaları tamamilə avtonom, sürücüsüz şumlayan robotlar görəcəyik, yoxsa bəlkə də bizi tamamilə fərqli bir texnologiya gözləyir. Gələcəyin fermeri sükan arxasında oturacaq, yoxsa pultla idarə edəcək? Bax, bu sualın cavabını isə yəqin ki, ancaq zaman göstərəcək.